Çin Xalq Respublikasında hökumətlərarası təqaüd proqramı üzrə müraciətlər açıq elan olunub. Son müraciət tarixi 19 dekabr 2025-dir. Təqaüdə müraciət etmək üçün maksimum yaş limiti bakalavr üçün 25, magistratura üçün 35, doktorantura üçün isə 40 yaşdır. Bu proqram tam təqaüdlüdür və Çin dövləti tərəfindən təhsil haqqı, tədris materialları, təcrübə xərcləri, laboratoriya xərcləri, yataqxana xərcləri, aylıq yaşayış xərcləri qarşılanır. Aylıq yaşayış xərcləri bakalavr üçün 2500, magistratura üçün 3000, doktorantura üçün isə 3500 Çin yuanı təşkil edir. Azərbaycan dövləti tərəfindən isə hər il bir dəfə gediş-gəliş təyyarə bileti qarşılanır. Bakalavr dərəcəsi üzrə təhsil yalnızca Çin dilindədir. Çin dilini bilməyən tələbələr üçün 1 il Çin dili hazırlıq kursları keçirilir. Magistratura və doktorantura üzrə təhsil həm Çin, həm də ingilis dilində mümkündür. Çin dilində təhsil üçün HSK 4, İngilis dilində təhsil üçün IELTS 6 və ya IELTS 6 bal ekvivalentində TOEFL nəticəsi tələb olunur. Bakalavr üçün müraciət edənlər ixtisasa uyğun olaraq ya Dövlət İmtahan Mərkəzindən minimum 350-450 bal, ya da SAT imtahanından minimum 1100 bal toplamalıdırlar. Əlavə olaraq atestat balı 5 ballıq sistemdə minimum 4, 100 ballıq sistemdə isə minimum 70 olmalıdır. Magistratura və doktorantura namizədləri isə əvvəlki təhsilin minimum 70%-ni uğurla tamamlamalıdırlar. Dövlət proqramında təhsil almış, lakin 5 illik Azərbaycanda çalışma öhdəliyini yerinə yetirməyənlər və Azərbaycanda yaxud xaricdə dövlət hesabına eyni təhsil səviyyəsində təhsil almış şəxslər bu proqrama müraciət edə bilməzlər. Müraciət forması düzgün doldurulduqdan sonra namizədlər müsahibəyə dəvət olunacaqlar. Hər namizəd təhsil almaq istədiyi 3 universitet seçməlidir. Qəbul prosesi universitetin daxili qaydalarına əsaslandığı üçün, namizəd seçdiyi universitetlərin heç birinə qəbul olmadığı halda təqaüd proqramına düşmək mümkün olmayacaqdır.